Lənkəranda rayon Ağsaqqallar Şurasının və Vilvan kənd tam orta məktəbinin təşkilatçılığı ilə Zəfər Bayramınız Mübarək adlı bayram tədbiri keçirilib. Mərasimdə rayon ziyalıları, şəhid ailələrinin üzvləri, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsinin qaziləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə qonaqlar şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları əl işləri ilə tanış olublar, sərgi ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Sonra vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış eləyənlər 8 noyabr Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik eləyərək bildiriblər ki, Müzəffər Ali Başkomandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan ordusunun igid əskər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti qələbə qazanmaqla dünyanın hərb tarixində yeni qəhrəmanlıq səlnaməsi yazdılar. Azərbaycan ordusunun qazandığı qələbənin ölkəmizin suverenliyinin əbədi rəmzinə çevrildiyi bildirilib, belə tədbirlərin gənc nəslin milli kimliyi və vətən sevgisinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Biz bugün fəxr edirik ki, bizim şəhidlərimizin qanı bahasına, qazilərimizin İgidliyi sayəsində torpaqlarımız azad olunub. Bugün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanırdı. Bu tarixdə böyük bir qələbədir. Mən bir ağsaqqal kimi, bir müəllim kimi fəxr edirəm ki, bu qələbənin əldə edilməsində bizim şəhid olan balalarımızın ruhu bugün şad olsun.